Bakı Kommersiya Məktəbinin binası. 1899-cu ildə Rus sahibkar Kovalevski Bakıya səfər edir. Sahibkarlara şəhərdə kommersiya məktəbinin yaradılması fikrini irəli sürür. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və Şəmsə Sədullayev bu fikri dəstəkləyir və inşaat üçün vəsait ayırırlar. 8 illik təhsil kursu olan bu məktəb 1901-ci ildə fəaliyyətə başlayır. İlk məktəb Keçmiş Suraxanı və Stanislavski küçələrinin kəsişməsində yerləşirdi. İldən ilə məktəb şagirdlərinin sayı artır və yeni bina üçün ehtiyac yaranırdı. Beləliklə, məktəb 1913-cü ildə indiki Üzeyir Hacıbəyev 68 ünvanında yerləşən memar Qavril Termikilovun layihəsi əsasında inşa edilən yeni binaya köçürülür. Azərbaycan Xalq Cümhuriyyəti dövründə məktəb fəaliyyətini dayandırır. 1919-cu ildə binada indiki Bakı Dövlət Universitetinin bəzi fakültələri fəaliyyət göstərir. Bu binada 1920-ci illərdə şair Mayakovski dəfələrlə çıxış edir. Hazırda burada Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binası fəaliyyət göstərir.